Salam, bugün yenə çox maraqlı, əslində fundamental bir sualın izinə düşəcəyik. Bizi insan edən o davranışlar var ha, yəni gözəl əxlaq, pis əxlaq dediyimiz şeylər. Bunların kökü hardadır? Salam, bəli, çox dərin mövzudur. Hardan qaynaqlanır bu anlayışlar? Bizim əlimizdəki düşüncə sistemi, belə deyək, bu məsələyə daha çox İslami perspektivdən baxır. Yəni, bugün çalışacağıq ki, bu baxış bucağını anlayaq, görək əsas argumentlər nədir? Hə, məqsədimiz də elə budur. Yəni, əxlaq anlayışının mənşəyi, xüsusən də ilahi mesajlar, Peyğəmbərlik institutu. Bu kontekstdə məsələyə baxacağıq. Görək gözəl əxlaq necə təyin olunur, pis əxlaqın səbəbləri nədə görülür? Elə isə başlayaq gözəl əxlaqdan. İnsanın yaxşı, düzgün davranışlarının əsas mənbəyinə göstərilir. Yəni, nədir bizi yaxşı olmağa sövq edən əsas qüvvə? Baxın, bu düşüncəyə görə əsas ən sağlam qaynaq birbaşa ilahi mesajlardır. Yəni, Quran və təbii ki, bu mesajları həyatları ilə, yaşayışları ilə göstərən peyğəmbərlər. Yəni, onlar sadəcə nəzəriyyəni çatdırmayıblar. Qətiyyən, onlar, necə deyim, o dəyərlərin canlı nümunələri olublar. Onların həyatı, seçimləri, reaksiyaları, hamısı bir əxlaqi örnəkdir. Məhz buna görə də deyilir ki, sırf insan ağlına əsaslanan, ilahi rəhbərlikdən kənar əxlaq sistemləri ya zamanla dəyərini itirir, ya da insanı o tam kamilliyə çatdırmır. Çünki sabit bir dayağı olmur, eləmi? Bəli, dəyişməz bir mənəvi lövbəri olmur. Bu təmsilçiliyin də zirvəsi əlbəttə İslam Peyğəmbəri göstərilir. Hətta Həzrət Ayşənin çox məşhur bir sözü var onun əxlaqı haqda soruşanda. Hə, onun əxlaqı Quran idi. Bəli, məhz o. Bu yəqin o deməkdir ki, Quran nə deyirdisə, onun həyatında o görünürdü. Sanki canlı bir Quran idi. Tamamilə, çox gözəl ifadədir əslində. Deməli, İslam əxlaqının təməlində iki şey dayanır. Quran və sünnə, yəni Peyğəmbərin yolu, onun həyat tərzi, sözləri, təsdiqlədiyi davranışlar. Bu ikisi əsasdır. Əsasdır, bəli. Sonra təbii ki, sahabələr, onlardan sonraki nəsil, tabiin, alimlər, mütəfəkkirlər bu mirası götürüb, zənginləşdirib, dövrün şərtlərinə uyğunlaşdırıb, sonraki nəsillərə ötürüblər. Amma kök həmişə eyni qalıb, Quran və sünnə. Bu məsələnin təkcə fərdi tərəfi yox, həm də cəmiyyət üçün əhəmiyyəti də vurğulanır deyəsən. Əxlaqi dəyərlər zəifləyəndə cəmiyyətdə nə baş verir? Çox ciddi məsələdir. Əxlaq cəmiyyəti bir arada saxlayan yapışqan kimidir. Əgər o zəifləsə, yəni əxlaqı aşınma baş versə, cəmiyyətdə belə deyək sosial eroziya başlayır. Sosial eroziya. Aydındır. Çünki, baxın, gözəl əxlaq möhkəm imanın ayrılmaz bir parçasıdır. Onun nəticəsi təzahürüdür. Yəni, iman sadəcə qəlbdəki bir inanc deyil. O, əməllərdə, davranışlarda özünü biruzə verməlidir. Məsələn? Məsələn, Qurani Kərimdə Möminun suresi var. Adı da elə möminlər deməkdir. Orada nicat tapan, uğur qazanan möminlərin xüsusiyyətləri sadalanır. Və baxanda görürük ki, bunlar hamısı konkret əxlaqi davranışlardır. Gəlin bir neçəsini xatırlayaq onların. Məsələn, namazları xuşu ilə qılmaq. Yəni, dərin hörmət və diqqətlə. Bəli, bu, yaradan qarşısındakı duruşun əxlaqi təzahürüdür. Sonra boş işlərdən üz döndərmək, vaxtını dəyərli işlərə sərf etmək. Tamamilə. Zəkat vermək, bu həm sosial ədalət, həm mərhəmət deməkdir. İffəti qorumaq, əmanətə sadiq qalmaq, sözünün üstündə durmaq. Bəli, etibarlılıq, dürüstlük. Bunlar hamısı imanın əməli tərəfləridir. Başqa surələrdə də, Tövbə, Furqan surələrində də oxşar şeylər var. Tövbə edənlər, Allaha qulluq edənlər, həmd edənlər, yaxşılığı yayıb pislikdən çəkindirənlər, təvazökarlıqla davrananlar. Yəni, iman və əxlaq bir-birinə çox bağlıdır. Hədislərdə də bu çox aydındır, Peyğəmbərin sözlərində. O məşhur hədis var, özün üçün istədiyini qardaşın üçün də istəmədikcə, həqiqi iman etmiş olmazsan. Bəli, çox fundamental bir prinsipdir. Bu, birbaşa empatiyanı, başqasının halını anlamağı, sevgini imanın tələbi kimi göstərir. Ya da qonşuya yaxşı davranmaq, qonaqpərvərlik. Bunlar da birbaşa Allaha və axirət gününə imanla əlaqələndirilir. Deməli, əxlaqın kökü, onu qidalandıran güc imandır. Elə çıxır ki, ibadətin özü də bir növ əxlaqi davranışdır. Yəni, Allaha şükür etməmək, ona qulluq borcunu yerinə yetirməmək də bir əxlaqi problemdir. Bəli, məhz elədir. Çünki ən təməl əxlaqi borc Yaradana qarşı olan borcdur. Onun nemətlərinə şükür və itayət
ən yüksək əxlaqi davranış sayılır. Maraqlıdır. Ona görə də məsələn, Allahın yaratdıqları haqqında düşünmək təfəkkür, onun əzəməti qarşısında hörmət hissi, təqva, onun mərhəmətinə ümid etmək rəca, ona güvənmək təvəkkül, bir gün hesab verəcəyini düşünmək, bütün bu hisslər, bu mənəvi hallar həm imanın nəticəsidir, həm də gözəl əxlaqın təməlidir. Bunlara sahib olan insanın davranışının da gözəl olması gözlənilir. Amma burada biraz, necə deyim, mürəkkəb bir məqam da var idi deyəsən. Bədii zamanın bir izahı. Deyirdi ki, hər müsəlmanın hər işi tam İslami olmaya bilər, eləcə də inanmayan birində də yaxşı xüsusiyyətlər ola bilər. Bu necə olur? Bu çox vacib bir nüansdır. Məsələni daha realistik edir. Yəni, iman gözəl əxlaqın əsas mənbəyi olsa da, reallıq daha mürəkkəbdir. Təəssüf ki, bəzən imanlı insanda da qeybət, yalan kimi mənfi davranışlar görə bilirik. Təəssüf ki. Digər tərəfdən, inanmayan birində də dürüstlük, hörmət, etibarlılıq, hətta elmi araşdırmalara maraq kimi əslində müsbət dəyərləndirilən xüsusiyyətlər ola bilər. Bəs bunun izahı nədir? Bədüzzamanın izahı belədir ki, Allah təkcə inanca görə yox, həm də insanın daşıdığı sifətlərə, xüsusiyyətlərə görə hökm verir. Yəni, dürüstlük özlüyündə gözəl bir şeydir. Bu sifətə sahib olan insan, inancından asılı olmayaraq, ən azı bu dünyada o dürüstlüyünün faydasını görə bilir. Gözəl sifət, insanın digər mənfi yönlərinə baxmayaraq, öz təsirini göstərə bilir. Aydındır. Bu bizi insanlar haqqında qəliblərlə düşünməkdən çəkindirir. Tamamilə. Hər kəsdə həm yaxşı, həm pis cəhətlər ola bilər. Yaxşı. Bu, gözəl əxlaq tərəfi idi. İndi keçək məsələnin o bir üzünə. Pis əxlaq. Bunun kökləri haradadır? İnsanlar niyə pislik edir? Məntiqlə, əgər gözəl əxlaqın mənbəyi imandırsa, pis əxlaqın mənbəyi də imanın əksi olmalıdır. Yəni inkar. Bəli. Əsasən iki anlayış vurğulanır. Küfr və nifaq. Küfr yəni inkar, Allahın dəlillərini, nemətlərini görməzdən gəlmək, nankorluq etmək. Bu, yaradana qarşı ən böyük hörmətsizlik sayılır. Nifaq isə ikiyüzlülükdür, münafiqlikdir, inanmadığı halda inanmış kimi görünmək. Bəs niyə məhz bunlar pis əxlaqa aparır? Aradakı bağ nədir? Bağlantı çox məntiqidir əslində. Əgər bir insan Allahın varlığına, hər şeyi gördüyünə, axirətə, hesab gününə inanmırsa, o zaman onun üçün əxlaqlı olmaq niyə vacib olsun ki? Yəni məcburiyyət hissi olmur. Məhz elə. Əxlaq onun üçün sadəcə bu dünyada işini görən bir alətə çevrilir. İnsanlar arasında yaxşı görünmək, qanundan yayınmaq üçün. Yəni mənəvi kökü qalmır, sırf faydası bir yanaşma olur. Hesab verəcəyinə inanmayan biri, fürsət düşəndə yalana, aldatmağa, haqsızlığa niyə meyl etməsin ki? Onu çəkindirən o daxili mənəvi əngəl zəifləyir. Amma yenə də vurğulayaq ki, bu, hər inanmayanın pis olması demək deyil. Əlbəttə, əlbəttə. Sadəcə inkarın özü əxlaq üçün möhkəm zəmin yaratmır. Üstəlik, küfrün özü, yəni Allahı inkar etmək, ən böyük əxlaqsızlıq kimi görülür. Ən böyük. Niyə? Çünki bu, ən böyük həqiqətə qarşı, bütün varlığın borclu olduğu yaradıcıya qarşı ən böyük nankorluqdur. Kainatdakı bütün bu nizamı, gözəlliyi, sənəti yaradanı görməzdən gəlmək. O Səlimiyyə məscidi bənzətməsi çox yerindədir. Maraqlı bənzətməkdir. Təsəvvür edin, o möhtəşəm məscidə baxıb deyirsiniz ki, bunun memarı yoxdur, təsadüfən yaranıb. Bu necə böyük bir həqiqəti inkar olardısa, ondan qat-qat möhtəşəm kainatın yaradıcısını inkar etmək də bax elə bir əxlaqi korluqdur. Bu təməl əxlaqsızlıq da digər pisliklərə qapı açır. Küfr və nifaqdan başqa səbəblər də var idi. Məsələn, yerində saymaq, inkişaf etməmək, bu necə pis əxlaqa yol açır? Bu biraz qəribə gəlir. Bu biraz daha incə məqamdır. Fikir budur ki, insan mənəvi və intellektual baxımdan daim axtarışda olmalıdır. Olduğu yerlə kifayətlənən, mən artıq kamilləşdim deyən insan əslində fərqinə varmadan mənəvi cəhətdən donur, dayazlaşır. Yəni, durğunluq pisdir. Bəli, mənəvi durğunluq zamanla insanın həssaslığını azaldırır, onu kütləşdirir. İnsan hər gün özünü yeniləməlidir. Peyğəmbərin hər gün dəfələrlə istiğfar etməsi, yəni bağışlanma diləməsi, bunun bir sirri də onun daim mənəvi yüksəlişdə olması ilə izah edilir.
hər an daha yüksək məqama çatdığı üçün əvvəlki halına nəzərən özünü qüsurlu görüb əstəğfirullah deyirdi. Maraqlıdır. Əgər insan öz keçmişinə baxıb daha yaxşı olmaq istəmirsə, bu artıq mənəvi düşüşün, süqutun əlamətidir. Bu düşüş də pis əxlaqa yol aça bilər. Amma burada da bir tarazlıq məsələsi var idi deyəsən. İnkişaf etmək vacibdir, amma bəzi şeylərdə dəyişməmək lazımdır. Xüsusən təvazökarlıqda. Çox doğru. Bu həqiqətən kritik bir nöqtədir. İnkişaf insanı qürura aparmamalıdır. Əksinə, nə qədər yüksəlsə, Allah qarşısında acizliyini o qədər dərk etməli, təvazökarlığı artmalıdır. Hətta deyilir ki, göylərə də çıxsa özünü yenə... Bəli, özünü yenə də adi bir qul kimi görməlidir. Özünə xüsusi adlar, titullar axtarmamalıdır, qütb, qavs, Mehdi kimi. Həqiqi ariflər bu cür iddialardan həmişə qaçıblar. Özünü bəyənmək, ucb deyilən şey, mənəviyyatın ən böyük təhlükəsidir. Bu təvazökarlığı qorumaq, yəni qulluq şuurunda sabit qalmaq, özü çox böyük bir əxlaqi dəyərdir. Deməli, inkişaf et, amma təvazökarlığı əldən vermə. Çətin tarazlıqdır. Bəli, və nəhayət bir də cəhalət məsələsi var. Pis əxlaqın digər mühüm səbəbi kimi cəhalət, yəni bilməmək göstərilir. Tarixə baxsaq, neçə-neçə balanın kökündə məhz cəhalət dayanır. Düzdür. Həqiqəti bilməmək, yaxşını pisdən seçə bilməmək, həddini aşmaq. Bunlar hamısı insanı yanlış yollara, pis əxlaqa sürükləyə bilir. Beləliklə toparlasaq, bugünkü söhbətimizin əsas nəticələri nə oldu? Gözəl əxlaqın kökündə iman, Allaha bağlılıq, mənəvi inkişaf dayanır. Biz əxlaqın kökündə isə daha çox inkar, ikiyüzlülük, mənəvi durğunluq, təkəbbür və cəhalət var. Bəli, ümumi mənzərə budur. Amma yenə də xatırladaq ki, bu həmişə kəskin sərhədlərlə ayrılmır. Həyat daha mürəkkəbdir. İmanlıda qüsur, inanmayanda da gözəl xüsusiyyət ola bilər. Çox doğru. Bu, həqiqətən üzərində düşünməyə dəyər bir mövzudur. Bəlkə də dinləyicimiz üçün əsas sual budur. Bütün bunları nəzərə alaraq, biz öz əxlaqımızı gündəlik həyatda necə daha yaxşı edə bilərik? İnancımızla əməllərimiz arasındakı o körpünü necə daha da möhkəmləndirə bilərik? Həqiqətən də hər birimizin özünə verməli olduğu suallardır. Bu dərin mövzunu bizimlə birlikdə müzakirə etdiyiniz üçün çox sağ olun. Mən təşəkkür edirəm. Ümid edirik ki, bu söhbət sizin üçün də düşündürücü və faydalı oldu. Sağ olun.